Bildiyiniz kimi artıq Azərbaycandan Çinə vizasız getmək mümkün olacaq. Bu əlbəttə ki, Azərbaycan üçün və ölkəmiz üçün müsbət bir hadisədir. Amma mən baxıram ki, bəzi xəbər saytları, bəzi iqtidar yönümlü media orqanları bunu bir sanki böyük bir uğur kimi çox təntəraqlı şəkildə təqdim edirlər. Halbuki Azərbaycan hələ mən digər qonşu ölkələri, digər inkişaf etmiş ölkələri demirəm. Adi Cənubi Qafqaz ölkələri arasında Çinlə vizanı ləğv eləyən sonuncu ölkədir. Yəni bizdən hələ əvvəl 2024-cü ildə Gürcüstan və 2019-cu ildə düz 6 il əvvəl, yəni bizdən 6 il əvvəl Ermənistan ləğv edilib. Yəni Ermənistanın 6 il əvvəl ləğv elədiyi, Gürcüstanın 1 il əvvəl ləğv elədiyi Çinlə vizanı biz hələ indilərdə 2025-ci ildə ləğv edirik. Yəni bu göstəricidə belə biz çox təəssüf ki, qonşu ölkələrdən geri qalırıq və xüsusən də Gürcüstandan geri qalırıq. Bildiyiniz kimi Gürcüstan Avropa İttifaqının ölkələrinə belə İtaliyası, İspaniyası, Fransası, Almaniyası, Böyük Britaniya olsun, istənilən Avropa İttifaqına daxil olan ölkə ilə vizasız Gürcüstan vətəndaşları həmin ölkələrə gedə bilərlər, istirahət edə bilərlər. Amma Azərbaycan çox təəssüf ki, Avropa ilə hələ də Avropa ölkələrlə də viza çox böyük bir məbləğdə tələb olunur. Yəni elə bizim bu baxımdan görə biləcəyimiz çox işlər var. Yəni Azərbaycan hökuməti, hakimiyyət yönümlü deputatlar, medialar, yəni heç də bu Çinlə vizanın ləğv olunması halını bir uğur kimi, bir inkişaf kimi təqdim etməsinlər. Yəni zaten siz bunu etməliydiniz. Hələ gec etmisiniz. Ermənistandan dediyim kimi 6 il sonra, Gürcüstandan isə 1 il sonra bunu gerçəkləşdirmisiniz.